Allah hər birisi xoş gəlib. Kərəm əmin adından və Xeyrəsi Buqar Süleymanovun adından, həmçinin Anar qardaş adından hər birinizə deyirəm ki, xoş gəlmişsiniz. Allah kəsilən qurbanları qəbul etsin. Həmçinin Ləmbəran kəndinin cəmiyyətimizin kəsdiyi qurbanı Allah qəbul etsin və sabah da 22 nəfər Ləmbəran kəndinin xeyriyyətçisi əlavə olaraq qurban kəsir. Allah hər birinizi var eləsin. Sizin də adınızdan Buqar Süleymanov, Anar Süleymanov, Kərəm əmiyə təşəkkür edirəm. Və Ləmbəran cəmiyyəti adından da Kanal 21-in rəhbəri Fərhat müəllimə, həmçinin əməkdaşlarına təşəkkür edirəm ki, gəlib Ləmbəran kəndimizi çəkib bütün dünya işıqlandırırlar. Diqqətinizə çatdırmaq istəyirəm ki, Buqar Süleymanov qardaşımız 1 il 2 ay müddətində Ləmbəran kəndimizin abadlığına 15.000 manat vəsait xərcləyib. Tək Ələmli qəbirstanlığının abadlığına 1500 manat vəsait xərcləyib. Yollarımızın işıqlandırılmasında da, genişlənməsində də, Ləmbəranla bağlı nə olursa, Buqar Süleymanovun da, Anar Süleymanovun da, Kərəm əmin də burada böyük xidmətləri və əziyyətləri var. Kanalımın inkişafına misilsiz dəstəklər olub, ailəmə mal-cəsənə dəstək olub, gecə-gündüz hər zaman elimizin, obamızın, vətənimizin, dövlətimizin bizim yanımızdadır. Allah razı olsun, Allah qəbul etsin. Eşq olsun, yaşasın Azərbaycanımız, var olsun millətimiz. Allah qəbul etsin.